Sürücülərin hər zaman ən böyük narahatlığı ehtiyat hissələri təminatı ilə bağlı olub və Azərbaycanda hal-hazırda bir çox avtomobil markasında bu problem yaşanır. Orijinal ehtiyat hissələri ilə təminat həm reqlament üzrə texniki xidmət zamanı lazım olur, həm də qəza keçirmiş avtomobilin çox saylı detala ehtiyacı olur. Rəsmi servis və ehtiyat hissələri ilə təminatı zəif olan avtomobillərin sahibləri bəzən aylarla gözləməli olur. GAC sürücülərinin isə belə bir qayğısı yoxdur. Rəsmi servisin ehtiyat hissələri anbarı müasir logistika və idarəetmə sistemi ilə təchiz olunub. Anbarın bu hissəsində əsasən avtomobillərin hərəkətli hissələri, askı sisteminin elementləri, silent bloklar yerləşdirilib. Ehtiyat hissələri davamlı olaraq anbara gətirildiyindən hal-hazırda bura səliqəsiz görünə bilər. Amma hər bir detal xüsusi kodlaşdırma ilə rəflərə yerləşdiriləcək. Qəza keçirmiş avtomobillərin demper və zərbə udan elementləri, plastik və metal hissələr, sensor, elektron sistem modulları və işıq sistemləri, GAC anbarında bütün ehtiyat hissələri var. Orijinal ehtiyat hissələri avtomobilinizin performansını və uzun ömürlüyünü təmin edir. Rəsmi GAC servisində görülmüş işlərə və ehtiyat hissələrinə zəmanət verilir.